Sonunda var ve gayret. Adalet, adalet, milli hükümet. Salam əziz və hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Güney Azərbaycan televiziyasını izləyirsiniz. Açıq yorum verilişi efirdədir. Bir daha yeni bir mövzu ilə qarşınızdayıq. Bugünkü mövzumuz Güney Azərbaycanda fəaliyyət göstərən milli mədəni fəallarımızın son durumu haqqında danışacağıq. Bildiyiniz kimi İran adlanan ölkədə İran rejimi, Fars rejimi tərəfindən bizim milli mədəni fəallarımız uzun sürən həbslərə və sürgünlərə məruz qalır. Bu arada 103 gün həbsdən sonra Əli Babayi və Davud Şiri, həmçinin Cavad bəy Sudbər azadlığa buraxılıb. Bizim milli mədəni fəallarımızın mədəniyyət uğrunda, kimlik uğrunda mübarizəsinə baxmayaraq İran rejimi bizim milli mədəni fəallara çox acımasız davranır və onlara sürgünlərlə, uzun sürən həbslərlə, sorğu-suallarla çətinlik yaşadır. Bu mövzu ətrafında danışacağıq. Bugünkü verilişimizin qonaqlarını sizə təqdim etmək istirdim. Politoloq Kərim bəy Əsgəri, iqtisadçı Mehdi bəy Nəimi. Axşamınız xeyir olsun. Salamlar, çox təşəkkür edirəm dəyərli Ümid bəy. Həm sizi, həm dəyərli Mehdi bəyin və həmçinin bütün izləyicilərimizi salamlayıram, hər vaxtınız xeyir deyirəm. Kərim bəy, elə sizinlə başlayaq. Biz bir dənə ümumi sualdan başlayaq. Rejimin amacı nədir bu? Son dövrdə çox kütləvi həbslərin şahidi olduq. Sizcə amacı nədir? Hədəf nədir? Çox təşəkkür edirəm Ümid bəy. Dediyiniz kimi bəzi milli fəallarımız, əgər icazə buyursanız, mən də elə bu sosial mediaya istinadən bəzi adları deyim. Cənab Əli Babayi və ya daha doğrusu cənablar Əli Babayi, Cavad Sudbər, Davud Şiri, Araz İbrahim Nejad, Seyid Məmmədrəza Müvəhhid, Murtuza Məhəmmədi Nadarlı, Mehdad Qadiri, Hüseyn Azadi, Hamid Yicanəpur, Əmir Hüseyn Ağayı, İbrahim Əvəzzadə və Nasir Əzmcu azadlığa buraxılıblar. Gözləri aydın olsun, gözümüz aydın olsun, ailələrinin gözü aydın olsun. Bəli, misal üçün cənab Yürüş Mehrəli bəyli hələ yenə əsarət altındadır. Onların qol deyərlər əsarətindədir. Rəper var idi, Milad Cəlili məşhur deyişən adında. Onu Təbriz zindanına göndəriblər. Başqa bəzi milli fəalları da çağırıblar ki, ağlında qalanlar Vahid Əfhəri və Əmir Səttarıdır ki, onlara da zəng vurublar və çağırıblar və möhtəmələn tutuqlanacaqlar və başqa milli fəallar. Demək istədiyimiz, bunlar indi bizim gördüyümüzdür, bəlkə bilmədiyimiz isimlər var, adlar var, onlar da bağışlasınlar. İnsan bəzən adları bəlli bir həddəcən hafizəsində tuta bilir və ya son dəqiqə məlumat olur. Ondan dolayı əlbəttə ki, milli fəallarımızın azadlığı bizi sevindirdi. Elə ki, ekranlarda da görürsünüz. Eyni zamanda da milli fəallarımız gedirlər və onlara göz aydınlıq verirlər. Artıq əslisi kimin deyil, mən icazə vursuz xatırlayayım. Bəzi məsələ, qabaqcan bir milli fəalı tutanda və ya ittilat çağıranda çevrəsini o qədər təhdid edərcilər ki, o insanı yalnızlaşdırmağa çalışırdılar. Və o bir halətdir ki, bütün o qədim milli fəalların hamısı bunu bilir. Amma indi elə deyil, indi gördüyünüz kimi gedirlər, Azərbaycan milli himnini oxuyurlar və gözəl tərəfi də budur ki, o cür ki, ekranları görürsünüz, elə qadınlı, ərkəkli, kişili, xanımlı oraya yığışırlar və onun yanında onlar dəstək verirlər. Bu da məncə gözəl bir gəlişmədir və bunu da müsbət baxmamız lazımdır. Amma rejimin hədəfi nədir bu tutuqlamalardan? Cavad bəy, belə deyək ki, əgər məsələyə istəsək, o Quzey Azərbaycanda deyirlər, konkret şəkildə buna cavab verək. Rejim bunları, yəni bizləri, milli fəalları bir düşman kimi görür. Düşman kimi gördüyü üçün bizimlə düşman müamiləsi edir. Ondan dolayı çalışır ki, bunları susturmaqla, qorxutmaqla, təhdid etməklə, şikəncə ilə, zindana atmaqla bir tür səssizləşdirsin, sustursun və o şəkildə öz hədəflərini çatsın. Amma
baxaq görək ki, rejim buna nail olubmu? Mən əgər istəsəm, yəni özüm bir fərdəm ki, aşağı yuxarı 16 yaşımdan etibarən bu milli məsələlərin içində, indi tabi 16 yaşda bu qədər indi dərkə, şuura sahib deyilsən indi kimi. Bəli, var idik bu milli məsələlərin içində, ta indi günümüzə qədər bu 29-30 il sabiqəmdə bunu gördüyüm məsələ budur ki, milli hərəkət getdikcə yaygınlaşır, popülerləşir, xalqın içində daha çox tərəfdar tapır və bu da rejimin düzdür, çox bizim əleyhimizə fəaliyyətlər göstərir. Bütün imkanlar onun əlindədir. Həm nərməfzari, həm səxtəfzari bütün imkanlar onun əlindədir. Elə o sosial medyadan ki, insanlar çalışırlar ki, öz səslərini çatdırsınlar. Onun belə o deyirlər vurudu xurucusu və ya giriş çıxışı onun əlindədir. Hər bir şey onun əlindədir. Və buna rağmen məncə milli hərəkət eləyə bilibdir ki, ciddi və önəmli adımlar atsın. O yüzden bu olduqca əhəmiyyətli məsələdir. Bəli, bir tərəfdən də rejim sakit oturmuyor, əlindən gələni edir. Xüsusilə belə baxaq da məsələyə. Tehran dövlətinin iki damarı vardır bizlərə qarşı. Bir o məzhəb və din yönündən baxmamız lazım. Bir də onların Fars milliyyətçiliyi gözü ilə baxmamız lazımdır. Yəni bugün İran İslam Cumhuriyyətinin Pəhləvi ilə olan ortaq nöqtəsi o Fars milliyyətçiliyi üzərindəndir. Fərqli nöqtəsi ki, o da bəllidir, adı üstündədir İran İslam Cumhuriyyəti. O Fars milliyyətçiliyi üzərindən bunlar elə həmçinin Azərbaycanı özlərinə bir qorxu kimi görürlər. Mən Ümid bəy də, siz də bilirsiniz, Mehdi bəy də bilir. Xatırlayırıq ki, məsəl üçün çalışırdılar ki, nə olursa olsun Azərbaycan adını boykot etsinlər. Azərbaycanın şəhərlərini boykot etsinlər, nəfərlərini boykot etsinlər. Qədim o, məsəl üçün, İranda yayınlanan o qazetələr və ya ruznamələri oxuduğunuz zaman, bir məşhur adamın hekayəsini istəyirlər yazalar. Birdən, məsələn, əgər bu mütəvəllidi Yəzd, İsfahan, Şiraz, Rəşd olsaydı, yazarda filan kəs, filan yeri mütəvəllidi filan Beyman və onun həyatı. Amma bu, Allah qorusun onların gözündən deyəm, bir Azərbaycanlı olsaydı, Ərdəbilli, Təbrizli filan, dedilər filan kəs filan tarixdə anadan olub, məsəl üçün 24 yaşında Tehrana gəlib. 24 yaşından sonra hekayəsini anlatırdılar. Onun o nə var, o Azərbaycanın şəhərlərini, Azərbaycan potansiyellərini dilə gətirməsinlər. Bu məsələ ta 91-dən sonraki Quzey Azərbaycanın müstəqilliyi və Güneyə olan təsirində biraz sustaldı, zəifləməyə başladı. 2020-dən sonra tamamilə qırıldı deyə bilərik. Amma bu o mənaya gəlmir ki, Tehran rejimi və Tehran dövləti Azərbaycana qarşı düşmançılığı azalıbdır. Yox, məncə bir taktiksel dəyişimlər ola bilər. O bir tərəfdən milli hərəkətində uğurlarını da biz küçümsəməmiz lazımdır. Yəni, olduqca önəmlidir. Və elə bu milli fəalların da tutulması, bu milli fəalların da hədə-qorxu gəlmələri özlərinə, ailələrinə, çevrələrində hamısını elə bu doğrultuda dəyərləndirməmiz mümkündür. Doğrudur. Çox sağ olun, dəyərli Kərim bəy. Mehdi bəy, Kərim bəyin dediklərində də o söhbət var idi ki, yəni rejim izləyir bu insanları, Əli Babayının yəni azadlığa buraxmasının, yəni göz aydınlığa verməyə gedən insanları görür və sosial şəbəkələrdən də izləyir ki, yəni milli mədəni fəallarımıza qarşı tətbiq elədiyi, yəni bu zor məsələsi yəni əksini tapır sosial şəbəkələrdə, xüsusilə də yəni Instagramda izləyirik, baxırıq, görürük ki, yəni insanlar, cəmiyyətimiz milli mədəni fəallara dayaq kimi yəni özlərini ifadə edirlər. Sizcə nə qədər təsiri vardı insanlarımızın yəni milli mədəni fəallarımıza dəstəyi? Hər vaxtınız xeyirli uğurlu olsun. Mən də göz aydınlıq verirəm millətimizə. İnşallah dustaqxanalarda olan başqa milli fəallarımız da tezliklə özgürlüklərinə və azadlığa qovuşsunlar. Əslində bu hakimiyyətin bu qədər hədə-qorxusu bizim sayımızın çox olduğuna baxmayaraq hərəkətdə azınlıq olduğumuzdandır, asılıdır. Bizim millətimizin bir çoxu bu məsələyə hələ uzaqdan baxır sanıram. Çox ciddi yanaşmır və öz evladlarına sahib çıxmır. Bunun öz o təbirimizcə bir tarifi də yoxdur. Oturaq burada deyək ki, ay qəhrəman millətin filan, doğrudur. Qəhrəman millətdir, ancaq bəlkə biz onları hələ iqna edə bilməmişik. Bu da bir yerə qədər normaldır, amma bəlli bir nöqtədən sonra yavaş-yavaş da anormal olacaqdır.
Bayaqlar mən bir videoya baxırdım. Urmu gölünün həndəvərində olan bir kəndlərin birində video çəkmişdilər. Orada yeniyetmə bir oğlan uşağını danışdırırdılar. Deyirdi, gölümüzdə o dərya deyirdi. Dəryada su olunca uzaq yerlərdən gəzməyə gəlirdilər, filan deyirdilər. Ancaq indi göl quruyub, çox bağışlayın, mən xəstə olmuşam, biraz səsim ona görə belə çıxır. Ancaq indi bu buz dənizinə çevrilib deyir, biz burada əziyyət çəkirik, bir də adımızı tutmur. Elə kəndlərin, yüzlərcə elə kəndlərin əhalisinə mən sual verirəm. Milli fəallar Urmu gölünə görə çıxdıqlarında siz bir addım attınızmı? Onlara səsinə səs verdinizmi? Yoxsa bir qəribə kimi yanaşdınız? Mən sanıram ki, bizim millətimiz biraz daha bu fəallara sahib çıxsaydı, demirəm ki, hər şey çözüləcəkdi. Amma durumumuz bir neçə addım irəlidə olacaqdı. Və ayrı şəhərlərimizdə də fərq eləməz. Yəni, illa ki, orada çevrədə olan kənd əhalisi yox. Elə mənim şəhərim Ərdəbildə də yüzdən neçəsi bu məsələyə təpki göstərdi. Nəysə, bir ayrı misal verim. 1980-də təxminən bu sözdə İslami inqilab olubdur. Şəhərlərdə bu İslami hakimiyyətin, İran hakimiyyətinin qılıncının sağı da kəsir, solu da kəsir. İstədiyini asır, öldürür, millətin cıqqırını qoymur çıxar. Əlbəttə, ondan məsələn 1080, 81 filan deyək. Amma eyni zamanda şəbistlərdə millətə batışa bilmirlər. Çünki deyə bilər ki, şəhərin tamamı siyasidir o zamanlar. Bunu kim tərifdir? Mən də təbiətən o tarixdə şəbistlərdə deyildim. Neçə yaşım, 4 yaşım, 5 yaşım olardı, Ərdəbildə idim. Bunu cənab düşdür Hüseyn Güneyli tərifləyir bizə. Deyir ki, bina var idi orada. Məsələn, aşıqlar yığışırdılar, saz çalırdılar. Həmin binada ayrı təbəqədə, məsələn, solçular orada miting qururdular, danışırdılar. Ayrı təbəqədə bir ayrı təşkilat var idi orada. Deyək ki, yalnız bəlkə təhqiq adamlardır. Məsələn, çölə qoyun aparacaq filan deyəcək, otarmağa, onlar bəlkə qarışmırdılar da. O təhqiramiz demirdi, aşağılama niyyəti yox idi. Yəni, onlar şəhərdən uzaqlaşırdılar. Yoxsa, Ustad Hüseyn Güneyli'nin dediyinə görə, şəhər tamamən siyasiymiş. O da kimsəyə də qarışmırdılar, onun dediyinə görə. Sonra bizdə indi Sayın Kərim bəy bir gözəl bir məsələyə toxundu və deyindi. Bu əzizlərimiz, bacılarımız və qardaşlarımız gedirlər, qarşılayırlar zindandan çıxanda. Kameranın qarşısında bizim o milli marşımız, nə bilim, gənclik marşı filan da oxuyurlar. Əllərini də sinirlərinə qoyurlar və poz da verirlər orada. Keçmişdə bu qədər deyildi. Yine də mən xatirə, elə bu an yadıma düşdü. İran-İraq savaşından az sonra məsələn, cənab mühəndis Raşidigilin o fəaliyyətlərindən deyəcəyəm, ya cənab Güneyligilin, o ya cənab Əkbər bəy Azadgilin zamanında şeir axşamı qururmuşlar, Azərbaycan türkçəsində şeir axşamı. Mən deyirdilər ki, bəzən qusl eləyib gedirdik. Dedi ki, gedəcək, ehtimala bizi öldürəcək Tehran rejimi. Ondan sonra biz də məsələ şəhadətə hazırlaşaq gedə. Bu qədər məsələ ciddiyə alırmışlar. Şeir axşamı qurmağa görə. Odur ki, o nöqtədən gəlib çatmışıq. Bu nöqtəyə ki, bizim zindalılarımız çıxır. Hakimiyyət deyir ki, sən mənə qarşısan, müxalifsən, bizim də millətimiz o balalarına sahib çıxır. Bu çox gözəl bir hərəkətdir. Yəni, bu qrafın əyimi və cəhəti çox umudvericidir. Qane olmuruq, amma istiqaməti umudvericidir. Keçmişdə belə deyil idi. Elə zindanlarımız vardı ki, çıxanda örtbastır elərdilər. Bəlkə biri bilməsin, sanki məsələn çox belə ayıb iş görüb filan deyirdi ki, Azərbaycanı savunubdur. Bir də mən burada mikrofon məndəykən istəyirəm bir sual verim. Bilirsiniz ki, İran şəhərçilərin ki, bu dəqiqə Tehran rejiminin bunlar əninə də, uzununa da bunlar yeriyiblər və sistemi əllərinə bir növ alıblar. Mümkün deyil, əslində dillərinə bəzi gətirməyə. Danışanda salamla, salavatla filan mən bunlarla birə-bir oturub durmuşam. Orada olduğum zamanlar ki, tərəfin, məsələn, İsfahanlı idi, həmişə qolu sırmalı, dəstəmazlı, salavatından sonra xanım Zeynəbdən bizdə iradətimiz var idi. O şəkildə gələrdi. Bir yıl mən ona dedim ki, İsfahanı da Azərbaycandan getdilər, əsərləri filanları, tarix əsərləri orada ihdas etdilər, tikdilər. Qəyət dedi ki, aynən özü bizə yapışdırma, sən də nə istəyirsən bizdə filan. Gördüm ki, o nöqtəyə gələndə onların o damarlarına sən tutmuş olursan. İndi sualımı verirəm burada. Bu qədər bu İran şəhərçilər danışırlar, ay vətəndən danışırlar, ay vətən yandı, vətən getdi. Milli fəallara deyirlər ki, satqınsız, təzyiyə tələbsiz, bölücüsüz, filansız, dağıtdınız, kəsdiniz. Biz İranın bütünlüyünü istəyir filandır. Onların hər hansı birini siz tapın, hər hansı birini. Adlı sanlı ya adsız sansız. Danışığında, yazısında,
sosial mediasında bir yerdə, sənət də istəmirəm, elə desəz ki, filan yerdə var, mən qəbullərəm. Azərbaycanın nəfinə bir şey yazmış olsunlar, ya danışmış olsunlar. Desinlər ki, məsələn, Urmu gölü qurudu, biz burada, məsələn, var. Ya desinlər ki, Azərbaycanda işsizlik vardır, ayda da aybidat desinlər, bu İran şəhərçilərdən. Ya desinlər ki, nə bilim, Araz su məsmum oldu, zəhərləndi. Onlardan tapın, gətirin, ondan sonra deyək ki, onların da ürəyi yanırmış bizim bölgəyə. Demək ki, onlar bu öz bayraqları altında qatı düşman olublar Azərbaycana və milli fəallar da Azərbaycanın nəfinə çalışdıqlarına görə onlar bizim milli fəallara düşmən kəsilib biçiliblər. Bu qədər, dərdləri budur. Yəni gözləri götürmür, Azərbaycanın tərəqqisini bunlar istəmirlər, Azərbaycanın günü-gündən dalı qalmasını istəyirlər. Əgər istəmirlərsə siz buyurun, deyin ki, bu işləri görüblər, biz maniyik onların o işlərinə. Bəlkə mən bilmirəm, onlar bətər işlər görürlər. Bəlkə o Arazda çox gözəl işlər görüblər. Bəlkə o bizim tərəfdə olan o konserlər, saratanlar ilə bizim nəfimizə imiş ki, biz məsələn xərçəng xəstəliyi tutaq, xəbərimiz yoxdur. İspat eləsin. Bəlkə Urmu gölünün elə sudan duza çevrilməsi də xeyrimizədir, bəlkə biz bilmirik. Onu bizə ispat eləsinlər. Çünki İran şəhərçilərin istəyi odur. Bəlkə Qarabağın ermənilərin əlində qalması ilə xeyrimizədir ki, İran şəhərçiləri onu istəyirlər. Tehran rejimi onu istəyir. Onu bizə ispat edin, onların istəyi odur. Azərbaycan həm quzeyli, güneyli. Bunların bütün yazıları, danışıqları, söhbətləri, toyları, yasları tam bunun tərsinədir. Biz də ona baxırıq, görürük ki, bizim milli fəallarımız nə deyirlər? Deyirlər ki, millət çörək tapa bilmir, işsiz qalıbdır, didərgin olur, cavanlar oranı tərk edirlər, kətlərimiz xaraba qalır, bilmirəm, Araz zəhərlənir, Urmu gölü qurudu, millətin dili əlindən aldı, mədəniyyəti əlindən aldı, başına bəlalar gəldi. Milli fəallar bunu deyirlər, amma Tehran rejimi deyir ki, yox, siz bölücüsüz, ondan sonra ay vətən yandı, filan oldu, bəhmən oldu. Bilmirik, onlar danışdığı vətən hansı ərazilərdir? Biz ki, bilirik hansı vətəndən danışırıq. Onlar da buyursunlar söhbətlərini desinlər. Bu sualı kimə verirəm? Zaten onlar özləri bilirlər. Bilərəkdən gəlirlər meydana. Dönə-dönə təkrarladığım bir məsələ vardır. Öz millətimizə sual verirəm. Öz millətimizə ki, bu evlatlarına daha bundan çox sahib çıxsınlar. Bu uşaqlar, görüntüdə gördüyünüz bu gənclər, bu ağalar və xanımlar bu dərdlə meydana girirlər. Bu dərdə görədir ki, şəxsi mənfəətlərinə bir arxa çevirirlər və ayaq basırlar. Deyirlər, bəlkə inşallah gələcəkdə bizə də bir xeyir toxuna, bizim millətimizə, bizim vətənimizə bəlkə bir xeyir toxuna inşallah. Uşaqların sözləri budur. Məndən bu qədər. Buyurun söz sizdə. Çox sağ olun, dəyərli Mehdi bəy. Kərim bəy, İran şəhərlərinin əlində risanələri vardı, media yəni onların əlindədir, təbliğat bunların əlindədir, sərmayə bunların əlindədir, ölkə bunların əlindədir. Bunlar hansı vasitələrlə, yəni bizim aramızda manqurtlar yəni kifayət qədər vardı da, bildiyimiz kimi yəni o deyir sapı özümüzdən olan baltalar vardı və sizcə hansı vasitələrlə bunlar yoldan çıxarırlar bizim milləti? Təşəkkür edirəm Ümid bəy. Bu bəlkə bizim ən yaralı yerimizdir sualımızın və önəmli bir sualdır. Amma icazə buyursanız Mehdi bəy çox önəmli bir məsələ dedi. O da şəbistlərin siyasi olmasından. Xoş, bir fərdəm ki, ömrümün neçə ilə şəbistlərdə keçibdi. Mən lisansımı şəbistlərdə almışam, sonra orada universitetdə işləmişəm və şəbistlərə azdan çoxdan bir tanışlığım vardır. Amma gerçəkdən elədir. Yəni, hətta bir söhbət var, deyirlər ki, şəbistlər Şəbə Cəziri siyasi Azərbaycandır. Yəni, Azərbaycanın siyasi adasıdır. Fariğəz bu məsələ ki, hər millətçidir, deyildi filan, o ayrı. Sağdan, soldan, liberaldan, hətta bizim yanımızda olan, bizim əleyhimizdən olan məsəl deyirəm. Bəzi məntəqələndiyim şəbistlərdə misal üçün bir kənd var, Qərətəpə. Bunlarda daha çox belə rejimə meyilli, sifahlı olanlar var. Amma gedirsən, Nadarlı kəndi var, hamısı milli fəaldılar. Və ya başqasına gedirsən, Dəryan kəndi var ki, məşhurdur da. Bunlar İranda nərdeysə marketlər bunların əlində və iqtisadi şəmmirləri yuxarıdır. Və bir çox kəndləri belə misal vurmaq olar. Amma bir ortaq nöqtəsi var şəbistlərin. O da həqiqətən həm bunu rahatlıq da deyirəm, həm oxuyanı çoxdur, həm bir fərhəngi və kültürel şəhərdir və həm də siyasi bir şəhərdir. Mən şəbistlərlə bağlı bir oyun var, onu da söhbətlərin sonunda deyəcəyəm. O da bundan ibarətdir ki,
Mən sadəcə son 100 ildə, yəni müasir tarixdə baxdığınız zaman şəbistlərdən çox böyük insanlarımız ortaya çıxıbdır. Hətta kimi zaman bizim lehimizə ola, bizim əleyhimizə ola, İranın lehinə ola, o ayrı bir şey və ya bizim lehimizə. Misal üçün, bu gün Azərbaycan Milli Hərəkətinin belə deyək ki, mənəvi fikir babası, lideri, adını nə qoysaq, rəhmətlik profesor doktor Zeytabi şəbistərlidir. O məntəqədəndir. Və ya elə Azadistan dövlətinin qurucusu rəhmətlik Şeyx Məmməd Xiyabani oradadır. Hətta günümüzdə elə Camo təşkilatının lideri cənab doktor Çehriqani şəbistərin Çehriqan kəndindəndir. Sayacağımı söylüyorum. Bu sırada mövcud şəbistəri də, yəni o millətin, yəni bəli, o yanlışında çox böyük təsir olub zamanında. Mövcud şəbistəriyə gələcəkdim ki, çox haqlı dediniz. Mövcud şəbistəri həqiqətən Güney Azərbaycanın sabiridir və fövqəladə onun böyük təsiri vardır və hələ indisi də onun məzarını ki, getdilər, Simdandan gətirdilər şəbistərə, çox gizli şəkildə tutulur, çox məhdud insanlar bilir. Çünki o tərəfdən də Mirzə Möhtəsib şəbistərinin ailəsi ona qarşı olduğu üçün ki, ehtimali zərər vermək vardı. Onları şəbistərdə olduğundan dolayı bilirəm. Onun qabağın onu gizli şəkildə tuturlar və məhdud insanlar bilir. Dediyimiz kimi adlarındakı ağlında vardır. Bir tərəfdən də elə milli hökumətdə Mirzəli şəbistəri ki, Azərbaycan qəzetinin və ya ruznaməsinin o bunyanguzarı elə iki dildə Azərbaycan türkçəsi farsça çıxardırdı. Cinə şəbistərdəndir. Hacı Mirzə Mehdi Küzəkonani bu məşrutə hərəkatındakı ən önəmli isimlərdəndir. O ən bir təşkilat vardı, bir dəqiqə adı yadımdan çıxdı. Onun ən önəmli isimlərindəndir. Cinə şəbistərdəndir. Şəbistər cəmiyyət olaraq az ola bilər. Bəlkə təqribən Şəhristan şəbistər 300 min civarında olar. Bu təqribidir deyirəm. Amma belə deyə bilərəm ki, çox böyük insanlar, çox böyük təsiri vardı Azərbaycanımızın müasir tarixində və nə gözəl ki, o əfradi ki, verib eşiyə, oradan çıxıb eşiyə, daha çox belə bizim lehimizdədir. Əlbəttə, bəzən o Musavi kimi insanlar da yine oradan çıxıbdırdı ki, bu gün İranda hakimiyyətdə olur. Bu arada Xamneyni də deyirlər şəbistərlidir ki, bilirsiniz, İrandakı dini lideri Ayətullah Xamneynin şəbistərlə uzaqdan, yaxından əlaqəsi yoxdur və Xamnə qəsəbəsi ilə əlaqəsi yoxdur. Bunu da çox sadə gedib Xameneyi.ir-dan baxdıqları zaman görəcəklər ki, bu əslən Ustani mərkəzidəndir əsaləti və sadəcə bir dönəm ki, gəlibdir Azərbaycan məntəqəsinə, ondan dolayı o soyadı oradan alıbdır. Və dediyim məsələ budur ki, Mehdi bəyin o söhbəti olduqca yerində idi və şəbistər həqiqətən çox fikri mənada bir gəlişmiş bölgədir və mən də çox qürur duyuram ki, ömrümün önəmli bir qismi da yine o məntəqədə keçibdir və insanları da oxumuş və həqiqətən məsələləri çox rahat başa düşəndir. Ancaq bunu da unutmayaq ki, mən elə misal deyim, şəbistərin Vayqan bölgəsi vardı ki, o bölgəni çalışdırar ki, Kürt bölgəsindən oraya çox sayda insanları yerləşdirməyə çalışırlar. Vayqanın nüfusu bəlkə az olar, 15-20 min, bəlkə deyirəm, rəqəmlər təqribidir. Elə həmin miqdarda başqa bölgədən, Kürt bölgəsindən gətirib oraya işçi adı ilə yerləşdirirdilər ki, mən əminəm bu da şəbistərlərin gözündən qaçmayacaqdır. Günə də deyirəm, biz kimsənin çörəyinə, əkməyinə qarşı dəyirik, hər kəs bitər çıxardacaq, amma rejimin və panfarsların ki, Ümid bəy, siz də onu dediniz, hədəfi müşəxxəsdir. Amma pan-İranistlərin məsələsinə gəldiyiniz zaman, baxın, 21 Azər hərəkatından sonra bir neçə dənə önəmli çıxışlar oldu. Yəni, bu şəbəkə mənotoda Vəhid Bəhməndən tut, o Höccət Kəllaşıdan tut və o tərəfdən yenə İranın dini lideri Ayətullah Xamneydən tut. Bu nəyi görsədir? Söhbətlərimizin başında dedik. Cumhuri İslami və Pəhləvilərin ortaq dərdi və ortaq qorxusu Güney Azərbaycandır. Bu açıq və netdir. Və mən şəxsən özüm ilk dəfə eşidirdim. Əgər varsa da yine siz Ümid bəy və ya Mehdi bəy buyurun ki, 21 Azər münasibəti ilə Azərbaycanlıları bir teydadını, indi o
manqurtlarını və ya aldatılmışını çağırır və danışır. Deyir Azərbaycan əgər o hüviyyət-i mümtaz İrandan uzaq dursa, zərər görəcək və s. məsələləri. O oradan danışır. Bu tərəfdən hüccətkarlaşıdır, nə bilim, vəhidlərin. Əlbəttə, bunların adını deməklə bir tür bunları mən reklam etmiş oluram, üzr istəyirəm bunu. Amma məcburuq danışaq ki, dediyiniz kimi manqurtlarımızdır bu əfradlar. Bəzən də biz bunların həqiqətən kimliklərini bilmirik. Mən geçən yanılmasam bir nəfərlə tanışdım. Məndən qəşəng Azərbaycan türkçəsini danışırdı. Bəli, biraz eşələdikdən sonra gördüm ki, bu sadəcə Təbrizdə anadan olubdur. Bunun kökü əslən başqa etnik və İranın başqa vilayətlərindəndir. Bəli, hər yerdə deyirdi ki, mən Azərbaycanlıyam, Təbrizliyəm, Türkiyədə olduğundan dolayı və bir paniranisti düşüncəyə sahib idi. Elə bir məsələlər də ola bilər bu məsələ ilə bağlı. Bəli, bu o mənaya gəlmir ki, öz içimizdəki manqurtlardır, satılmışlardır və ya kimliklərini unutmuş, aldatılmış insanlardır. Onları da görməzdən gələr və bu pan-İranistlərin elə təəssüflə bəzən fikir babaları deyək elə Kazımzadə İran şəhrisindən tut, Kəsrəlisindən tut, ta günümüzə qədər Seyid Cavad Təbai zaten hədəf odur. Hədəf bundan ibarətdir ki, Azərbaycanı elə Azərbaycanlının əli ilə yıxsınlar. Baxın, Tehran hökuməti gəlir neynir? Misal üçün, Azərbaycan mənatiqinə neynir? Elə bir ustandarlar, fərmandarlar və ya nə bilim, elə bir şəxsləri məsul qoyur ki, onların sözündən çıxmayacaq. Və yadıma gəlir, Azərbaycan Şərqinin bir ustandarı var idi. Bu qədim adı Pərhizkar idi ki, deyədə Pərhiz əskar. Yəni işdən, pərhizədən qaçan insan. Və güya, indi bu, mən yəni bunu müstənəd danışmıram, fəqət elə söhbətlərə istinadən deyirəm ki, verilən büdcəni qaytarmışdı Tehrana, bizim buna ehtiyacımız yoxdur. Belə bir söhbətlər olunmuşdur, nə qədər müstənəddir bilmirəm. Bəli, vaqiyyət də bundan ibarətdir. Azərbaycana verilən o məsullar Tehran tərəfindən o əfrad olur ki, dəqiqən dərxidmət-i nizam olacaqlar, sözlərindən çıxmayacaqlar. Bir tərəfdən deyəcəklər, baxın, sizin özünüzdəndir. Biz hər hansı bir farsı və ya qeyrəsini gətirib sizə məsul eləməmişik və nəhayətən millətdə bu sual yaranacaq, düz deyir, bu bizdəndir, bəs niyə işləmir? Bəli, əsas məsələ budur ki, onun o düşüncəsini, düşüncəli bir insanı bizlərə məsul qoymurlar. Qədim Təbrizdə Şura şəhərində bir fərd var idi, adını demirəm ki, müşkül olmasın. Bunda biraz o milli hüviyyət və kimlik var idi, onu səri bərtərəf elədilər, icazə vermədilər devam etsin. Niyə? Çünki bu insan Azərbaycana olan ayrımcılıqlardan söhbət edirdi. Baxın, mən demirəm, keçən məsəl üçün bir öncəki Azərbaycan Şərqi ustandarı Məmmədzadə nə deyir? Deyir, hər gün 50 milyard tümən konsantriya mis söngündən gedir. Bu sadəcə bir mədəndən, onlarca mədən var. Qızıl mədənlərimiz var, mis mədənlərimiz var, daş mədənlərimiz var. Əgər hər gün 50 milyard tümənsə, buna əminliklə demək olar ki, hər gün 500 milyard tümən digər mədənlərə diqqət alsaq, Azərbaycandan gedir. Və o məsulların heç birinin səsi çıxmır. Bugün Zəncanda olan roy və gözəl daşları heç bir yerdə yoxdur. Qərbi Azərbaycanda olan qızılların yataqları, mədənləri Xavərmiyanədə binəzirdir. Ərdəbildə bugün o Buğan bölgəsində nəft tapılıbdır. Şərqi Azərbaycandakı mədənlər də bilirsiniz, bir çox hələ ortadadır. O Sərabdakı Neflisitdən tut da Azər şəhərin daşları, nə bilim Qaradağdakı süngün misi. Bunlar hara gedirlər? Bunlar həman o sizin də buyurduğunuz kimi o manqurtların sayəsində, səssizliyimiz sayəsində Azərbaycandan çəpavul olur, qarət olur və başqa bölgələrə gedir. Və bu məsulların səsi çıxmayacaqdır, amma zahirdə bizdəndir, vəli əməldə, beyində onlardandır. Ümid bəy, təşəkkür edirəm. Hər halda birinci bölümün son dəqiqəsinə gəldik. Doğru. İndiriş məndən bu qədər. Buyurun. Çox sağ olun, dəyərli Kərim bəy. Vallahi mən bu bir məsələni mən vurğulamaq istəyirəm. O da nədir? Bu kimlik məsələsində, yəni milli məsələlərdə biz sosial şəbəkələrdən bu Çillə gecəsi ilə bağlı videolar paylaşırlar insanlarımız orada. Mən onları izləyirdim, gördüm. İnsanlarımız bu çətinlikdə, bu iqtisadi durumda
öz yığıncaqlarında bizim o ənənəni diri saxlayırlar. Bizim o milli rəqsimizi, yəni ola bilsin ki, yəni o şəxslər çıxıb yəni milli fəaliyyət eləyə bilmir, amma içindən onu yaşadır deyə siz təsəvvür edin ki, 12 il, 15 il dərs oxu, hər gündə sənə deyirlər ki, sən İranlısan, sən farssan və bu assimilyasyon necə deyirlər, mühitindən çıxasan və o şeyləri yaşadasan, məncə yəni çox işıqdır bizim millətin yəni şuurunda. Sayın Umut bəy, çox üzr istəyirəm. Mən biraz buna müxalifət edə bilərəm. Təbii ki, buyurun. Təbii. Çox qısa neçə saniyədə deyim. Sanmıram, o bizim o mahnıların filanların çəkiciliyindəndir. Millətin fikirləməyək ki, bətər məsələn vaxt ayırıb da bunu həyata tutmaq anlamına gələcəkdir. Cəzzabdır, farslara belə xoş gəlir görürsən. Odur ki, ona həmin adamlara yanında bir dənə Kürtcə çal yenə də oynayacaqdır, Ermənicə çal yenə də elə o vuracaq orada. Odur ki, onu mən o mənada Mehdi bəy, yəni biz oradan gəlmişik, yəni o mühitdə yaşamışıq da. Siz təsəvvür eləyin, bir 20 il qabağı düşünək, yəni bizim toylarımız, elə çillə gecəsindən söhbət eləyək. Ya toylarımızda hansı mahnılar səslənirdi, indi nə hansı mahnılar səslənir? Bu çox böyük bir şeydir. Yəni bizim milli fəallarımızın əməkləri yerdə qalmayıb. Hə, ona qatılıram. Ona qatılıram ki, ayaqda bir şeylər ayaqda tutulubdur, ancaq o qədər çəkidir, cəzzabdır. Azərbaycan rəqsi, onun rəqibi yoxdur ki, məsələn, biri deyək ki, bu nədir? Mən görməmişəm biri o qədər intiqad eləyə. O birisinin yanında bu olanda, o da deyək ki, bu, yəni o mədəniyyətin zənginliyindən asılıdır ki, onu buraxa bilmir. Mən gerçi bu da intiqad ola bilər, eleştirilə bilər bu məsələ, amma bu dəqiqə elə düşünürəm. Çox sağ olun. Dəyərlisi budur ki, yəni fikir ayrılıqları vardır və müzakirənin, mübahisənin də gözəlliyi bundan ibarətdir. Verilişimiz davam eləyəcəkdir, ancaq qısa bir fasiləmiz olacaqdır. Xəbər bülletenini izləyib qaydıq. Salam dəyərli tamaşaçılar, paylaşım mən Aynur Kərimlinin təqdimatında efirdədir. Hazırsınızsa başlayaq. İranın Luristan əyalətində oğlan uşaqlarına ən çox verilən adlardan biri Ayxan olub. Sosial media istifadəçiləri bunu Türkiyə seriallarının təsiri ilə əlaqələndiriblər. Luristan vətəndaşlıq reyestrinin direktorunun dediyinə görə bu Luristanda oğlanlara verilən adlar sırasında çox istifadə olunan adlar Ayxan, Hüseyin, Arad, Şahan, Əmrəli, qızlara isə Rəstaq, Hana, Nura, Avin və Məhlin olub. Türkiyə üzərində yağışlar yağdıran buludların İrana keçəndən sonra yox olması sosial mediada çox paylaşılan videolardan olub. Təbriz Universitetinin Ətraf Mühit Elmləri Fakültəsinin rəhbəri bu məsələyə açıqlama gətirib. Göl suyunun təxminən 95%-nin quruması və gölün yatağının duzlu, quru əraziyə çevrilməsi ilə duzlu səthlər daha tez soyuyur və bu bölgənin üzərində atmosfer qatında termal balonun yaranmasına səbəb olur. Beləliklə, bölgə üzərindəki buludlar genişlənib parçalanır. Sina Yusifi Ermənistan tərəfindən çirkləndirilən Araz çayının son durumundan yazıb. Ermənistan 3 müxtəlif cəhbədən Araz çayını zəhərləməklə məşğuldur. Ləğv edilmiş bəndlərinin boşaldılması nəticəsində Ermənistanın Aqarak mis mədənindən çıxan çirkab sularının Araz çayına axıdılması davam edir. Bu ilin əvvəlindən Araz yaxınlığındakı sərhəd kəndlərində 9 nəfər qida borusu xərçəngindən dünyasını dəyişib. İran İnsan Haqları Mərkəzi Yürüş Mehrəlibəyli haqqında bəyanat yayıb. Həbsindən 47 gün keçməsinə baxmayaraq, Yürüş Mehrəlibəyli hələ də Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasındadır və bu müddət ərzində o ailəsi ilə yalnız qısa müddətli telefon danışığı aparıb. Bu vətəndaşın həbs müddətinin uzadıldığı bildirilir. Təbrizin zərgər bazarı yeni vergi qanununa etiraz olaraq tətilə çıxıb. Təbriz bazarının zərgərləri bazar günü şəhərin müxtəlif bazar və alış-veriş mərkəzlərində, o cümlədən Əmir bazarı, Əmir bazarının arxası, Əmir Kəbir bazarı, Məhəmmədi pasajı, Əmir Hüseyin pasajı və başqa bu kimi yerlər yeni vergi qanununa və vergi terminallarının quraşdırılmasına etiraz olaraq mağazalarını bağlı saxlayıblar.
Savadlılıq Hərəkatı Təşkilatının rəhbəri Əlireza Abdi İranda 7,4 milyondan çox savadsız və 2,5 milyon yenicə savad qazanan, yəni yazıb oxumağı öyrənən insanın olduğunu açıqlayıb. Onun sözlərinə görə yazıb oxumağı yeni öyrənənlər əsasən 6-cı sinifə çatmamış təhsildən imtina ediblər. Bu statistika İran cəmiyyətində dərin təhsil problemlərinin olduğunu göstərir. 100 günü idi, harda saxlanıldığı məlum olmayan Əli Babai 500 milyon riyal qarşılığında müvəqqəti azadlığa buraxılıb. Onu ziyarətə gedən yaxınları birlikdə Azərbaycan mahnısını ifa ediblər. Yaşa, yaşa, Azərbaycan! Bəli, günün prioritet xəbərlərini sizə çatdırdıq. Sabah yenidən qarşınızda olacaq. Sağ olun, sağlıqla qalın. Azadlıq fədailəri. Bütöv Azərbaycana gedən yol bizdən, Günas TV-dən başlayır. Duyun da var ve gayret!